vaxtınız xeyir olsun. Salamlayıram videonu izləyəcək hər kəsi və dəyərli müəllimləri. Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə MİQ çərçivə sənədinə salınan yeni mövzulara baxırıq. Yeniliklər 6-cı sinif dərsliklərində dəyişikliyə görə tətbiq edildiyi üçün bu mövzuları öyrənməyə ən etibarlı mənbə də elə 6-cı sinif dərsliklərdir. Bildiyimiz kimi, əgər yeni mövzu əlavə olunubsa, demək əlavə olunan hər mövzudan mütləq bir ədəd sual salınacaq. Onun üçün bu suallara xüsusi diqqət yetirməliyik. Həmçinin çərçivə sənədini RT-AZ saytından müəllimlərin işə qəbulu bölməsini seçərək açılan səhifədən əldə edə bilərsiniz. Çünki bir çox müdavimlər bundan məlumatsızdır və çərçivə sənədini hardan əldə edəcəyini bilmir. Buradan da ümumi qeyd etdim. Hər il çərçivə sənədi imtahana az qalmış çıxarıldığına görə bu il 2025 qeyd olunan 2 sənəd var. Burada yeni hazırlaşacaq olanlar çox diqqətli olun ki, xüsusən də özü hazırlaşacaq olanlar səhvən ötən ilki çərçivə sənədini yükləyib ona əsasən hazırlaşar və bu səbəbdən də yenə qeyd edirəm ki, çox diqqətli olun. Keçək mövzulara. Azərbaycan dilindən 10 ədəd yeni mövzu əlavə olunub. Bunlardan oxu üzrə 10 sual salınacaq və 13 mövzu verilib. Burada yeni əlavə olunan mövzuları fərqləndirərək qeyd etmişəm. Məsələn, oxuda mətn üzrə fəaliyyətlərdən 3 ədəd, yazıda yəni heç bir standartlara dəyişiklik olmayıb, yeni mövzu əlavə edilməyib. Dil qaydalarından isə daha doğrusu oxuya bir daha qaydaq ki, burada 13 mövzu verilir. 3 sual artıq bəllidir ki, yeni salınan mövzulardan olacaq. Yazı üzrə yenə qeyd etdiyim kimi 3 sual salınacaq və 5 mövzu verilib. Burada heç bir əlavə dəyişiklik yoxdur. Dil qaydaları üzrə isə 12 sual salınacaq və 7 yeni mövzu əlavə olunub. Nəzərə alsaq ki, hər birinə aid mütləq sual salınacaq. O zaman dil qaydaları üzrə də 12 sualdan 7-si artıq məlumdur. Yəni, dil qaydalarından fonetika heç bir əlavə yoxdur. Leksikada bir mövzu, söz yaradıcılığında bir mövzu, morfologiya, əsas nitq hissələrindən heç bir yeni mövzu salınmayıb. Köməkçi nitq hissələrində bir mövzu, sintaksisdən isə artıq kifayət qədər dəyişikliklər və yeni əlavə olunan mövzular var. Bu mövzuların adını ayrıca olaraq qeyd etmirəm ki, video uzanmasın. Həmçinin yazının növləri də burada görə bilərik ki, yazının növləri də ayrıca standart kimi qeyd olunub. Deməli, çox güman buradan da sual salınacaq. 12 sualdan yerdə qalan 4 sual isə çox zaman feillərdən və sintaksisdən salınır. Çünki ötən il dil qaydaları üzrə sualların əksəriyyəti feilə aid və sintaksə aid suallar var idi. Həmçinin orfoqrafiya, yəni sözlərin düzgün yazılışına aid suallar da kifayət qədər çox və çaşdırıcı idi ötən il. Azərbaycan dilini yekunlaşdırmazdan öncə qeyd etdim ki, əsas çoxlu mətnlər işləməyə üstünlük verin. Çünki həqiqətən çox asan gələcək sizə artıq. Yəni, çoxlu mətnlər işlədikcə yolunu tapdıqdan sonra mətn işləmək sanki sizə tapmaca verilir və həmin tapmacanın siz də cavabını tapırsınız. Yəni, burada heç bir qayda tələb etmir, sadəcə məntiqi düşüncə və diqqətli oxu tələb edir. Və ötən ildə olduğu kimi bu ildə əməli yazı nümunələrindən mütləq qeyd etdim ki, bir sual salınacaq. Məsələn, ötən il aktın yazılış formasından və tərtib olunma ardıcılığından hissələr verilmişdi və hansı əməli yazı nümunəsi olduğu soruşulurdu. Yəni, artıq bu qədər məlumat aldıqdan sonra və əsas məntiqi düşüncə bacarığı olduqdan sonra niyə də MİQ-dən nəticə əldə edə bilməyək və özümüzü qorxudaq. Deməli, Azərbaycan dilini yekunlaşdırırıq və inşallah ki, hər şey çox gözəl olacaq deyib keçirik ədəbiyyata. Azərbaycan dilində köklü dəyişikliklər olmasa da ədəbiyyatda bir çox mövzular çıxarılıb və tamam yeni mövzular əlavə olunub. Bildiyimiz kimi 15 sual salınacaq və 6-cı sinif ədəbiyyat dərsliyi yeniləndiyinə görə bu yeniliklər abituriyentlərin imtahanlarına tətbiq olunmasa da MİQ-ə tətbiq olunub.
Şagirdlər öyrənən müəllim öyrədən qaydası ilə şagirdə güzəştə gedilsə də artıq gələn il məktəbdə tədris edəcək müəllim mütləq yenilikləri bilməlidir. Deməli, ədəbiyyatdan ötən ilki çərçivə sənədi ilə müqayisədə bir çox dəyişikliklər və əlavələr olunub. Bu bizim xeyrimizədirmi ya yox? Əsərlərlə tanış olduqca bunu dəqiqləşdirəcək. Mövzulara baxdıqca görürük ki, artıq ötən ilki mövzuların bir qismi yoxdur və dəyişdirilib. Baxın, məsələn, Dərzi şagirdi Əhmədin nağılı qalmaqla, artıq digərlərinin adını qeyd etmirəm ki, yenə deyirəm, video uzun olmasın. Görürük ki, burada yəni kifayət qədər dəyişikliklər var və birini çıxmaq şərti ilə, yəni Qızıl Gönçələr əsəri 7-ci sinifdədir, qalan hamısı 6-cı sinif ədəbiyyat dərsliyindədir. Yəni bu gördüyümüz fərqləndirilən əsərlərin hamısı 6-cı sinif ədəbiyyat dərsliyindədir, biri isə 7-ci sinifdə Qızıl Gönçələr əsəri orada verilib. Burada artıq mütləq bilirik ki, 13 mövzu salınıb və hər biri ayrı-ayrı olmasa da ya obrazların eyniləşdirilməsi, ya da hadisə və ya mövzu ideya eyniləşdirilməsi şəklində bu 13 mövzu sual formasında mütləq öz əksini tapacaq. Həmçinin mövzular arası əlaqə ötən ildə olduğu kimi, baxın görürsünüz, ayrıca burada mövzular arası əlaqə ayrıca standart kimi verilib. Deməli, burada həmçinin mövzular arası əlaqə ayrıca standart olaraq verilib və burada deyim ki, mövzular arası əlaqə ən çox hadisələr və obrazlar qarşılaşdırılır. Obraz və hadisələrin ortaq cəhətləri tələb olunur. Ədəbiyyat nəzəriyyəsindən də göründüyü kimi, ədəbiyyat nəzəriyyəsindən də heç bir dəyişiklik yoxdur. Tam versiyanın oxunmalı olan əsərlər isə link olaraq artıq noyabrın 3-dən link olaraq yerləşdirilib. Artaz saytında həmin əsərləri də oradan əldə edib oxuya bilərik. Ədəbiyyatdan da bu qədər. Azərbaycan dilindən əlavə edilmiş mövzuların izahına isə ayrıca video şəklində qeyd edəcəm. Həmçinin çərçivə sənədi üzrə Azərbaycan dili və ədəbiyyat mövzularının izahına artıq önümüzdəki həftədən başlayırıq. Əlavə suallarınız və çərçivə sənədinə həmçinin digər mövzularla bağlı suallarınızı da videonun şərh bölməsinə qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın.